Əli Həsənov bu boyda deyək ki, göydələnləri, bu boyda evləri filanları neyinir, nəyinə lazımdır? Aydın məsələdir. Məsələn, bilirik ki, biz deyək ki, bir ara bu xarici ölkələrdə, məsələn, deyək ki, Avropada bizim insanların pullarına deyək ki, şey qoydular ki, blok qoydular ki, bəs sən bu pulu hardan, mənbəyini göstər filan. O nöqteyi nəzərdən bir ara məmurlar başladılar daşınmaz əmlak almağa. Amma da bu qədər daşınmaz əmlak. İndi siz təsəvvür edin, bu saat Bakı şəhərində göydələnlər tikilib ha. Hamısını baxırsan, bir dənəsində işıq yanmır gecə. Çoxdan tikilmiş hazır evlərdir, amma yiyəsi yoxdur. Məsələn, deyək ki, Əli Həsənov kimi birdən 1500 dənə, 2000 dənə ev alıb, deyək ki, daşınmaz əmlak, pul saxlayan burada, pul harada saxlasın? Hər aparır, qoyur mənbəyini soruşurlar ki, sən bu pulu haradan alırsan? Yəni, o nöqteyi nəzərdən və ən dəhşətli, ağrı verici bir məqam da var, dostlar. Mən indi onu sizə deyəcəm. İnanın, mən Rasim Balayev haqqında deyək ki, biz o istedadlı dialoglarda bu mənim gözümdən yayınıb. Təsəvvür edin, dostlar. Görün, deməli, şeydə, baxın, deməli, Wikipediya baxıram, bir də baxdım ki, Rasim Balayevin həyatından sonra gəlir bir şəxsi həyatı. Baxın. Rasim şəxsi həyatda yazır ha. Rasim Balayev İlham Əliyev dəstəkləyir. O 2023-cü il avqust ayında Əliyevi əsl Babək adlandırmışdı. Yəni bu o zaman idi ki, artıq Rasim Balayevlə İlham Əliyev barışdırdılar, oturtdular bir yerdə, onu Heydər Əliyevlə bir şey verdi. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdı. O açıqlamasında Əliyevin ömrünün axırına kimi prezident seçiləcəyini qeyd etmişdi. Təsəvvür edirsiniz. Bax, indi deyirsiniz ki, Rasim bizim dəyərimizdir. İndi gəlsin Rasim Balayev görək, bax, niyə? Niyə Rasim Balayev kimdir ki, İlham Əliyev, kimdir ki, ömrlük prezident olsun? Rasim Balayev. Ona görə ki, sənə Lenin ordeni, Heydər Əliyev ordeni verib. Heydər Əliyev ordenində Lenin ordeni kimi 3-4 ildən sonra zivilə dönəcək. Apar, yeşiyə turla, heç nə. Əgər onun, deyək ki, o fiziki dəyərində qızıl zad yoxdursa, elə belə metalcısa turla geçsin, mistirsə. Və sən kimsən ki, Rasim Balayev? Sən deyirsən ki, İlham Əliyev ömürlük prezident seçiləcək. Niyə? Yəni, məsələ budur. Deyirsiniz ki, bizə deyir ki, biz də bu Rasim Balayev bizim dəyərli aktyorumuz falan. Yəni, mən onu derim, dostlar, indi siz deyirsiniz ki, biz hamımız fikirləşirik ki, biz danışaq nədən? Kişi, nədən danışırıq? Bax, gəlin, istənilən ölkə kimi bizdə də toxunulmazlıq qazanmış ziyalı, ədib, elm adamları var. Onlar birlikdə etirazı qalxsalar, bir həftəyə ölkə düzələr. Amma bizdəkilər Kitaysk ziyalı, ədib, elm adamlarıdır. Bəs Əli bəy, mən ona görə deyirəm ki, biz istedadlı dələdüzlə, əziz qardaşım, istedadlı, deyək ki, alimlə, deyək ki, əsl xalqın adamı olan, əsl elin dərdini çəkən, elin qayğısına qalan adamın arasındakı fərqi görməliyik. Bu adamlar fakt. Bax, gəlin baxaq. Deyək ki, mən keçən verilişlərin birini demişdim. Ölkədə 401 min prezidentin bu və ya digər şəkildə bu variantda mükafat, yardım və yaxud da pensiya şəklində, təqaüd şəklində pul alanlar var. Bunların heç biri qanuni deyil. Hamısı təsəvvür edin ki, elə bil ki, İlham Əliyev bu adamlara bu pulu rüşvət şəklində verir ki, danışmasınlar.